Salamlar, bugün sizlərlə DSMF haqqında danışacağıq. Qeyd etdiyim kimi DSMF ilə bizim məcburi şəkildə əgər əmək haqqı alırıqsa, rəsmi iş yerimiz varsa, mütləq şəkildə ödəməli olduğumuz borclardır. DSMF özü gəlir vergisindən fərqli olaraq hər iki tərəfdən tutulur. Yəni həm işçi tərəfindən tutulur, həm də işə götürən tərəfindən. Amma belə bir şey var ki, işçi tərəfindən tutularkən onun əmək haqqısından tutulur. Amma işə götürən tərəfindən, yəni müəssisə tərəfindən tutulursa, o zaman müəssisənin gəlirindən tutulur. Yəni artıq bu müəssisənin borcu, xərci kimi görünür. Gəlin başlayaq, görək necə tutulur və nələrdir şərtləri. Birinci başlayaq işçidən. İşçidə də digər gəlirdə olduğu kimi, bunda da 3 kateqoriya dövlət tərəfindən bölünür. Yəni burada da artıq maaşlarına görə şəxslər dəyişir və qruplaşdırılıb. Birinci qrupa aid olanlar 200 AZN qədər alan maaşlar olan şəxslərdir ki, onların DSMF-si 3%-dən hesablanır. İkinci şəxsə kateqoriyaya aid olan şəxslər isə 200 AZN-dən 8000 AZN qədər alan şəxslərdir ki, bunların DSMF-si də birincidə olan kimi, yəni 200 AZN qədər olan hissənin 3%-dən, qalan hissəsinin isə 10%-dən hesablanır. Üçüncü kateqoriyaya aid olan şəxslər isə artıq 8000-dən çox alan şəxslərdir ki, onların da maaşları 8000-ə çıxıb, yerdə nə qalırsa artıq 10%-dən hesablanır. Gəlin nümunələrə baxaq. Birinci nümunəmiz bizim az maaşlı, yəni birinci kateqoriyaya aid olan şəxslərdir. Aid olan şəxslər, yəni 200 AZN maaş alan şəxslər rəsmi şəkildə işləyirsə, onun DSMF-si 3%-dən hesablanır və o da cəmi eləyir 6 AZN. Deməli, bir şəxs 200 AZN maaş alırsa, deməli onun DSMF-si 6 AZN edəcək. Sonra gəlir ikinci kateqoriyaya aid olan şəxslər. İkinci kateqoriyaya aid olan şəxslər 200 AZN-dən çox, 8000 AZN az olan. Məsəl üçün, təsəvvür eləyək ki, bir işçi 5000 AZN maaş alır və həmin şəxsin DSMF-si necə hesablanacaq? Gəlin baxaq. İlk öncə gəlir vergisində olduğu kimi də biz mütləq şəkildə bu addımlara diqqət etmək lazımdır. Dövlət tərəfindən belə bir qanun qoyulur ki, deyir ki, əgər sənin verəcəyin maaş çoxdursa və yaxud da alacağın maaş çoxdursa, DSMF-ni hesablayarkən artıq səndə müəyyən dərəcədə artıq səndə DSMF borcu yaranır və yerdə nəyin qalacaqsa, artıq onu sən müəyyən bir faizlə hesablamalısan. Bu nə deməkdir? Məsəl üçün, biz artıq ikinci kateqoriyaya aid olduğumuza görə, deməli, biz əvvəlki kateqoriyaya aid olan faizinin də borcunu verməliyik. Sonra yerdə nəyimiz qalacaqsa, onun elə bir borcunu ödəməliyik. Bu ona görədir ki, dövlət deyir ki, sən aldığın 5000 maaşı mən birbaşa səndən 10%-dən tutmuram. Mən sənə jest eləyirəm, birinci kateqoriyada alan şəxslər maksimum 200 AZN idisə, həmin o 200 AZN-ə qədəri 3%-lə hesabla. Yerdə nə qalacaqsa məbləğin, onu 10%-lə hesabla. İndi gəlin 5000 AZN-dən 200 AZN çıxaq, qalır 4800, onun 10%-ni tapaq, eləyər 480. Deməli, biz alacağıq 480 üstə gəl 6, yəni bu 3%-lə tapdığımızı və o da eləyəcək 486. Deməli, əgər biz 5000 maaş alsaq, onun 486 manatın biz DSMF borcu kimi verməliyik. Sonra indi gəlin 3-cü kateqoriyaya baxaq. Yenə də 3-cü kateqoriyada eyni şərtlər daxildir. Yenə dövlət deyir ki, mən sənə 10.000 AZN-in 10%-ni tutmuram. Ancaq belə bir sənə şərt qoyuram. Əgər sən 8000-dən çox maaş alırsansa, 8000-ə qədər olan hissəni mən sənə artıq borc kimi yazmışam. Yəni sən əvəzə hesablamışam o 3%, 10%. Və sənə deyirəm ki, sənin artıq bu 8000-ə qədər 786 manat borcun var. İndi qalan hissəni 8000-dən nə qədər çox maaşın, yəni alırsansa, ondan nə qədər çox qalırsa maaşın, o qalan hissəni artıq 10%-nə hesabla. Bu həmin o sənin olan borcu üstünə gəl, sonra ödə. Yəni, indi təsəvvür eləyək ki, bir şəxs 10.000 AZN maaş alır, onun 8000-in artıq hazır borcu var
8000-dən yerdə qalan, yəni 2000-in 10% ilə hesablayır və tapır ki, onun 200 manat da əlavə borcu var imiş. Və sonra toplayıb, yəni 786 üstünə 200 gəlir, eləyir 986. Deməli, əgər bir şəxs 10.000 AZN maaş alırsa, onun DSMF borcu 986 eləyəcək. Sonra keçək indi müəssisəyə görə. Görək müəssisə necə ödəyir? Müəssisə də eyni qayda ilə ödəyir. Yəni 3 bunda da kateqoriya var. Birinci kateqoriyaya aid olanlar 200 AZN-ə qədər maaş alan şəxslərdir. Yəni təsəvvür edək ki, bir müəssisədir, o 200 AZN maaş verir və həmin maaşının 22%-ni DSMF verməlidir. Əlbəttə ki, bu 22% işçinin əmək haqqısından deyil, müəssisənin borcundan yazılır və müəssisə tərəfindən ödənilir. Yəni burada artıq nə xərc olacaqsa, artıq o müəssisənin xərci sayılacaq. Deməli, belə deyə bilərik ki, müəssisənin həm 200 AZN maaş verəcək. İndi onun tutulmaları olacaq da, indi biz təsəvvür eləyək ki, tutulmalardan sonra. Onun elə bir 44 AZN-də DSMF-yə müəssisə verməlidir. Belə götürsək, deyə bilərik ki, müəssisənin 244 manat artıq xərci yaranıb. Bir şəxsə görə artıq 244 AZN borcu var. Borcu var deyəndə, yəni dövlətə yox, yəni özündə xərci var, xərci kimi yarandı. Sonra gəlir müəssisənin ikinci kateqoriyaya aid olan şəxslərə görə görək nə qədər ödəyir və necə ödəməlidir. Yenə də burada 200 AZN-dən çox, amma 8000-dən AZN-dən az olan şəxslərdir. Yenə dövlət deyir ki, bu səfər yenə də mən sənə bu birinci kateqoriyaya aid olan şəxsin elə bir faiz dərəcəsində hesabladığın elə bir DSMF borcunu sənə hazır yazıram. Yəni sən artıq 5000 maaş verirsənsə, deməli avtomatik olaraq sənin minimum 44 AZN artıq borcun var. Sonra deyir ki, gəl elə onun yerdə nəyin qalacaqsa, elə onu hesabla 15%-lə. Sonra ödə mənə. Yəni də dövlət deyir ki, mən sənə 5000-i 15%-ni tutmadım da, elə bir hissə tutdum. Və elə bir 5000-dən 200-ün çıxsa, qalar 4800. Həmin o 4800-ün 15%-ni biz tapmalıyıq. O da eləyir bizə 720. Sonra bizim o artıq dövlət tərəfindən hazır verilmiş borcumuzu toplamalıyıq və sonda nə eləyirsə onu dövlətə köçürtməliyik. Deməli, bizim əgər 5000 maaş versək bir şəxsə, onun borcu bizə 764 manat eləyir. Sonra gəlir 3-cü kateqoriyaya aid olan şəxslər, yəni artıq 8000-dən çox alan maaş. Burada da əgər indi görürük ki, 10.000 maaş var, deməli, əgər müəssisə bir işçiyə 10.000 maaş verirsə, dövlət deyir ki, yenə də mən sənə 10.000-in elə bir 15%-ni və yaxud da 22%-ni tutmuram. Sənə güzəşt eləyirəm. Gəl belə eləyək. Təsəvvür elə ki, sənin 8000-ə qədərin hazır olaraq 1214 manatın var. Yəni sən istədin də, istəmədin də, əgər 8000-dən çox maaş yazıbsansa, demək avtomatik olaraq sən elə 1214 manatın DSMF-yə verməlisən. Sonra deyir ki, 8000-dən artıq nəyin qalacaqsa, onu gəl sənə güzəşt eləyirəm, 11%-lə ver. Yəni, biz bildiyimiz kimi 10.000 AZN-lərin bir adam maaş alırsa, onun 8000-i elə bir artıq hazır hesablanıb, deməli bizim yerdə 2000-imiz qalıb, həmin o 2000-in 11%-ni bizdən dövlət istəyir. Deyir, onsuz sənin varındır əvvəlki borcun, indi qalanı hesabla ver. Və 11%-ni də biz taparıq, eləyər 220 və nəhayət biz 14-ün üstünə 220 gələrik, o da eləyər 1434 manat. Sənin ödəyəcəyi DSMF-si 1434 manatdır. Və buradan da belə bir şey qeyd edim ki, bu həmin o 1434 manat artıq müəssisənin xərcidir, əmək haqqından tutulan deyil.